Allah Resulü sallallahu aleyhi ve aleyhi ve sellem bütün hayatı ile, ömrü ile, yaşayışı ile ümmet için, insanlık için, beşeriyet için büyük bir ahlak numunesidir. Mevzumuz ehde vefadır. O verdiği ehdine hiç vaxt xilaf çıkmazdı. Verdiği sözüne hiç vaxt xilaf çıkmazdı. Bir nəfərə söz vermişdi ki, bir yerde görüşərik. Həmin gənci gözləmək üçün 3 gün verdiği sözü yerinde tuttu, gözlədi həmin yerdə. Gənc onu görəndə hər nə qədər Allah Resulü'nün əlinə ayağına düşsə də, Allah Resulü'nün ona dediği tək bir kəlmə oldu, mənə əziyyət etdi. Bunun haricində tarixdə rastlaşmır ki, Allah Resulü ona nəsə bir söz desin. Bunu bəşəriyyət tarixində Allah Resulü'nün haricində heç kəsdə görməyimiz mümkün deyil. Belə bir nümunənin eynisini biz kimdəsə görək. Bu nümunə Allah'ın Resulü, Həbibim dediği o mübarək Muhammed Mustafa sallallahu aleyhi ve aleyhi ve sellemin həyatındaydı. Özü əzilsə də heç kəsi əzməzdi. Dostluq bağlarına, qardaşlıq bağlarına vəfa göstərərdi, sədaqət göstərərdi. İncitsəniz də incitməni deyirdi. Bu mübarək Resulun tövsiyələridir. Və onun əhl-i beytinin həyatına baxdığımız zaman görürük, o məktəbdə elə dərs aldılar ki, onlar da belə yetişdilər. İmam Zeynul Abidin əleyhissalam buyurur ki, atam Həzrəti Hüseynin başı kəsilən qılıncı mənə əmanət olaraq versələr, mən onu olduğu kimi sahibinə qaytararam. Əhd vermişəm, əhdimi tutaram, vəfa göstərərəm.